9-cu bölüm. Bugün qonaqlarım var idi. Axşama isə kiçik bir süfrə açıb həm iftarı, həm də bayram axşamı bir yerdə oturmalıydı. Mən də gətirdim dədə baba üsulu ilə aşqaralı plov hazırladım. Narahat olmayın, videonun içərisində sizə resept də verəcəm. Ətin bişənə qədər soğanları qızıl rəngə çalana qədər qovururam. Birazca sarı kök tökdüm, albuxara və ərik qurusunu qovurub üzərinə şabalat əlavə etdim. Burada isə qonağımın uşağının pəncərələrimi necə məharətlə ləkələdiyinə baxıb qürur duyuram. Düyünü burada bişirə-bişirə fikirləşdim ki, 2 cür yemək hazırlamaq üçün vaxtım çox azdır, iftara 1 saat qalıb, ona görə aşqaranı da düzəltdim, gətirib restorandan ikinci yemək kimi kebab sifariş verdim. Bu cür kişmişi ayrı, əti ayrı qovurub daha sonra qarışdırdım, ətin suyundan da 2 çömçə qoydum və təxminən 10 dəqiqədə bu cür bişməsini gözlədim. Düyünü də dəmə qoyduqdan sonra vəssalam, işimin bir çoxu bitmiş oldu. Sağ olsun, qonaqlarım da heç bir şeyə kömək olmasalar da, amma videonun xatirinə suyu masaya qoydular ki, yəni iş görmüş kimi görsənsinlər. Burada da yenə iş görmüş kimi elə özünü göstərdi ki, qapımız döyüldü. Papağı doldurub yola salmışdım ki, iftar vaxtı çatdı. Ən çoxunu Nuri də sevinirdi. Mənim də dillərə dastan olan plovum hazır oldu. Yenə bu dəfə lavaşla elədim. Bizdə lavaşla çox sevilir, xəmirlə də ara sıra edirəm. Aşqaranı da bu cür dədə baba üsulu ilə etmişdim. Ən çox narahat olduğum iftar vaxtına hamısını çatdıra biləcəyim idi. Şükürlər olsun ki, çatdırdım. Elə yenicə yeməyə başlamışdıq ki, kebabımız da gəldi. Gəlirəm, 2 dəqiqə. Ətrafımda özümə oxşayıb ən xırda şeylərdən sevinib əl çalıb ura deyirlər. Burada da öz yeməklərimi tərifləyirəm. Beləliklə Rinat da yuxudan durur və biz adət-ənənələrimizi davam etdirə-etdirə günü sonlandırırıq. Bu qədər bu Novruz bayramında hər birinizə bol ruzu, bərəkət, can sağlığı arzulayıram. Özünüzə yaxşı baxın. Allah amanında.